Gələ babam aparıram şokolad yeməyə. Kimi. Haça. Nağıllar aləminə getməyə hazırsınız? Deyə gülə balaca qatarımıza minib Raqaşqası Latinadan birbaşa Alimyeyə yola düşürük. Alimye sanki nağıllardan çıxmış balaca bir kənddir. Gəlib çatdıq axır ki, pikalarla pikilərin yanına. Gəlabamı tatilə getirdim. Bu nağılın qəhrəmanları ilə dostlaşmağın yolu ürəkdən yox, bir ovuc qarğıdalıdan keçir. Burada tanışlıq qaydası da çox sadədir. Qarğıdalını ovucuna alırsan, bircə pika-piki deyib səslənirsən. Vəssalam. Ne gözelsiniz siz. Bax indi əlimizdə o qarğıdalı zad qutardı da gör bir adama yaxın gəlir. 100 dəfə qışqır özü öldü pika de. Xeyri yoxdur. Buna bax, adama düşmən kimi baxır. Niyə? Çünki əlində yemək qutardı. Həyatın qanunu budur. Bax, heyvanı da belədir, insanı da belədir. Əlində heç nə yoxdursa yedizdirməyə düşmənsən. Burası isə fermanın mağazasıdır. Burada yerli istehsal məhsulları, maral ətindən kalbasalar, müxtəlif pendirlər, yağlar və başqa ferma təamları satılır. İndi isə gedirik həm monastıra, həm də şokolad fabrikinə. Siz bir dəqiqən olmaz. Demə. Səni verənə şükür. Gör dilimə harda gəldi ay Günay. Manastırda gəldi, səni verənə şükür. Görürsən? Bura vaxtilə qalı olub. 1663-cü ildən isə monastıra çevrilib. İçəridəki möhtəşəm qızılı mihrab Sloveniyanın ən böyük barokko üslublu mihrablarından biri sayılır. Avropanın ən qədim apteklərindən biri də elə bu monastırda yerləşir. Gələ babam aparıram şokolad yeməyə. Bəli, belə aristokrat kimi gəl, aristokrat kimi. Gəzə bilmirəm. Aristokrat kimi gəl ay Günay. Manaqları gördün nətər hirsli idilər. Bunlar evlənib eləmirlər deyə vurur başlarına. Başım gecələnir. Əli ver mənə. Şokolad yesən indi düzələsən, gəl bura. Heç sənin belə bir videon olmamışdı ay Günay. Nə danışırsan? Bəh. Hələ beləsi olmamış. Yox ay Günay, yox. Burada şokolad hazırlamaq 19-cu əsrin sonlarından gələn bir ailə ənənəsidir. İçəri girən kimi şokoladın qoxusu deyir ki, buradan əli boş çıxmaq çətin olacaq. İndi pivənin istehsalı ilə bağlı sizə maraqlı bir hissəni təqdim edəcəyik. Burada pivə 1996-cı ildən köhnə alman resepti ilə hazırlanır. Özü də filtrasiya və pasterizasiya olunmadan. Burada istehsal olunan pivələr yalnız burada satılır. Gözümün nuru. Evimin yaraşır. Bizim ən sevimli Çox da kafelərimizdən ailə biri. kafesidir. Nağılımız hələ bitmədi. Yolda hamının biletini bir yerə yığıb balaca bir lotereya başladılar. Hansı biletin nömrəsi çıxırsa hədiyyə onundur. Biz də bəxtimizi sınadıq və bir yox, düz 2 hədiyyə qazandıq. 0,7, 1,7. Спасибо. Yallah hey. А сейчас 0,717. Da, u nas. Ура! U nas. Yenə biz. Dedim də mürəbbə bizə düşəcəkdi. Bu gözəl Avropa turunu təşkil edən Faraon Travel-a təşəkkür edirik. Hər şey çox gözəl və düşünülmüşdü. Yeni vloqlarımızı gözləyin. Görüşənədək. Bir səyahətimiz də belə bitdi.